Salam dəyərli YouTube izləyicilərimiz, bugün sizə təqdim edəcəyimiz ev yenə də Məhəmmədli qəsəbəsindəndir. Üstəlik də bir məhəllədə 3 dənə yanbayan həyət evləridir. Evlərin hər birinin ayrı-ayrılıqda video çəkilişini edib sizin üçün paylaşım edirəm. Və onu da qeyd edim ki, üçünün də ayrı-ayrılıqda həm evin, həm də torpağın kubçası var. Məhəmmədlidə yoldan 100 metr məsafədə yerləşir. Ümumilikdə 2 sot torpaq sahəsindədir. Evimizi 2 mərtəbə kimi də qeyd edə bilərik. Çünki birinci mərtəbəsində əlavə 3 köməkçi otağı yerləşir. İkinci mərtəbədə də 3 otaq, 1 mətbəx və 1 sanitar qovşağı var. Evin heç bir zabora bitişiyi yoxdur. Hər tərəfindən zaborundan məsafəsi saxlanılaraq tikilib. Tikintisi zamanı yüksək keyfiyyətli materiallardan istifadə olunub. Həm həyətə, həm də qaraj hissəsinə maşın rahatlıqla daxil ola bilir. Həyətdə belə bir gözəl besetkası da var. Evin ümumi sahəsi 200 kvadrat metrdir. Qazı, suyu, işığı daimi fasiləsizdir. Bütün sayğaçları qoyulub. Çardağına da girişi görürsünüz. Qapısının üzərindəndir. Evin altı beton, üstü kəmər, dörd bir tərəfi qoşadaşla tikilib. Kombi sistemi çəkilib. Bura dəhliz hissəsi. Dəhlizə daxil olduqda solda gəlir mətbəx, sağda isə gəlir qonaq otağı. Evin qiyməti 118.000 manatla satışa çıxıb. Real alıcılara qiymətli indirim ev sahibi tərəfindən olunacaq inşallah. Bizim səhifəmizdən gələn müştərilərə isə xüsusi indirim var. Hər bir otağın geniş şəbəkə pəncərəsi. Evdə kombi sistemi çəkilib. Yenicə təmirdən çıxıb, yaşayış olmayıb. Pollar laminat. Dəhlizdə də, otaqlarda da, hamısında kombinin xətti var. Evin 100 metr məsafəliyindən 217 nömrəli marşrut keçir, birbaşa Köroğlu metrosuna gedən marşrut xəttidir. Sənədi paket kupça qiyməti 118.000 manat. Əlavə məlumat almaq üçün buyurun zəng edin, məlumat alın. Sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Göz haqqınızı halal edin. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın.